Oktyabrın 12-sində axşam saat 18:45-də Bərdə şəhərində qeydə alınan bədbəxt hadisə 33 yaşlı oğlan həyatına son qoyub. Hadisə Bərdə şəhərinin Səməd Vurğun küçəsində dəmiryol stansiyasının yük-yığma platformasında Azenko Açıq Səhmdar Cəmiyyətinin elektrik verilişi, xətlərinin tikintisi və yenidən qurlaşdırılması idarəsinə məxsus dəmir konstruksiyalarının yük maşınına yığılması zamanı baş verib. Belə ki, qaldırıcı krandan yükü saxlayan ipin qırılması nəticəsində dəmir konstruksiya adı çəkilən şirkətin işçisi, İmişli rayon 32 kənd sakini 1978-ci il təvəllüdlü Səfiyev Məhəmməd Namazoğlu'nun üzərinə düşüb. Güclü zərbə zamanı o baş nahiyəsindən ağır zərbə alıb. Səfiyev Məhəmməd iş yoldaşları tərəfindən dərhal Bərdə Mərkəzi rayon xəstəxanasına aparılıb. Növbətçi həkimin dediyinə görə xəsarət alanın xarici müayinəsi zamanı aldığı xəsarətlərdən yolda dünyasını dəyişdiyi müəyyən oldu. Bugün təxminən 18:55 radələrində Səfiyev Məhəmməd Namazoğlu 1978-ci il təvəllüddə daxil olmuşdur. Daxil olarkən xəstənin təpə nahiyəsində əzilmiş, cırılmış geniş ölçülü yara müəyyən olundu. Daxil olarkən xəstə müayinə olundu və həmin vaxtı gətirilən şəxslərin deməsinə görə bunun baş nahiyəsinə dəmir uqolluq düşməklə xəsarət almışdır. Həmin vaxtı xəstə müayinə olundu və müayinə vaxtı xəstənin artıq meyit halında olması, dünyasının dəyişməsi aşkarlandı. Faktla bağlı Bərdə rayon prokurorluğuna cinayət işi açılıb, araşdırmalara başlanılıb. 12 oktyabr 2011-ci il tarixdə saat 17 radələrində Bərdə şəhər Səməd Vurğun küçəsində yerləşən dəmir yol yük boşaltma platformasında Azenko Açıq Səhmdar Cəmiyyəti elektrik verilişi xətlərinin tikintisi və yenidən quraşdırılması idarəsinin əməkdaşı 1978-ci il təvəllüdlü Səfiyev Məhəmməd Namazəlioğlu avtokamaza yük boşaldılarkən metal künclüklərinin altında qalaraq ölmüşdür. Fakta görə Azərbaycan Respublikasının 162.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Sənan Muxtarov, Daşqın Güneyli, Ziya İsmailov, LTV Bərdə.